Bakının Yeni Yasamal Dadaş Bünyadzadə küçəsində Asparking yeni parklama xətləri çəkir. Gəncəğaz xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin təqdim etdiyi videodan da göründüyü kimi, bu ərazi 9 mərtəbəli bina ilə fərdi yaşayış evlərinin arasında yerləşir. Qarşı tərəfdə isə yenə də çox mərtəbəli binalar var. Məhz bu keçid xətti sakinlər üçün əsas gediş-gəliş yoludur. Burada hər gün uşaqlar 286 nömrəli məktəbə, 98 nömrəli bağçaya gedir. İnsanlar marketə, aptekə və digər məişət obyektlərinə üst tutur. Yəni bu sahə piyadaların sərbəst hərəkəti üçün çox vacibdir. Ərazidə yaşayan sakinlər bu yerdə parking xəttinin çəkilməsinə etiraz ediblər. Çünki buradan piyadalar keçir və burada piyada keçidi nəzərdə tutulmalıdır. Əlində yük, səbət olan vətəndaş maşınların arasından keçməyə məcbur qalır. Samir Əsədli bildirib ki, bunu məsul şəxslərə izah etməyə çalışsalar da onları dinləyən olmayıb. O qeyd edib ki, dövlət qurumları vətəndaşın maraqlarını nəzərə almalı, təhlükəsizliyini təmin etməlidirlər.